Bugün keçirilmiş OTK sınağı 6. sınıf Azərbaycan dilini bir izah eləməyə başlayaq. Birinci başlayırıq. Cümlədə fərqləndirilmiş sözlərə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Bir acı sözü ilə bağlı uyğunluğu istəyir. Bir də dilim sözü ilə bağlı bizdən uyğun variantları istəyir. Sözün tərkibində şəkilçi yoxdur. Acı sözünün həqiqətən də tərkibində şəkilçi yoxdur. Bir doğrudur. Çox mənalı sözdür. Acı dil, acı bibər. Acı dil burada çox mənalı olduğu üçün 2-ni götürürük. Homonimlik xüsusiyyətinə malik deyil. Acı sözü homonimlik xüsusiyyətinə malikdir. Məsələn, acımaq feilini götürə bilərik biz. Dilim sözündə isə sözün tərkibində şəkilçi var. Bəli, im şəkilçisi burada görürük, var, uyğun gəlir, 4 uyğundur. Söz həm homonim, həm də çox mənalı kimi işlənə bilər. Homonim kimi Azərbaycan dili və insanın dili mənasında, çox mənalı kimi mənim dilim, alovun dili mənasında işlənir. 5-də uyğun gəlir. İkinci sualımıza baxırıq. Deyir, şeir parçasının tərkibində fərqləndirilmiş hansı söz möhtəşəm, əzəmətli mənalarını verir. O vaxtdan bəriyə 16 ildir, dünya o əvvəlki dünya deyildir. Dünya möhtəşəm sözünə uyğun deyil. Mənim sözlərimi cahana bildir. Cahana, yəni dünyaya bildir. Yurdumun bu əziz şanlı günündə, əzəmətli günündə deyə bilərik. Deməli, ikinci sualımızın cavabı C variantı 4 olacaq. İkinci sual yazırıq 4, yəni C variantı. Birinci sualımızda isə cavab Y variantı idi. Üçüncü sualımızın doğru olub olmadığına baxırıq. Deyir, hansı nümunənin tərkibində bütün sözlər yazıldığı kimi tələffüz edilir. A variantında bulut sözü bulut kimi tələffüz edilir. B variantında böyük sözündən sonra samit gəldiyi üçün böyük xışdırıq kimi tələffüz olunur. C variantında o qaraqabaq adam kimi tanınmışdır, Ğ kimi tələffüz edilir. Qəddar qaniçən adamdı kimi tələffüz olunur. Dərə əlvan, çəmən əlvan, duz əlvan. Cavabımız olacaq E variantı. 3-də olacaq E variantı. Dördüncü sualımızın izahına baxırıq. Dördüncü sualda isə qaralmaq sözü haqqında fərqləndirilmiş hərflərə əsasən Eyler-Vin diaqramında uyğunluğu müəyyən edəcəyik. Dördüncü sualımızın əvvəlcə qaralmaq feilinin tələffüzünə baxaq. Bu qaralmaq kimi tələffüz olunur. Deməli, birinci fərqləndirilmiş söz Q, ikinci fərqləndirilmiş söz isə X kimi tələffüz olunur. İndi baxırıq. Deyir, kar qarşılığı Q samitidir. Birinciyə yazıb. Q-nın kar qarşılığı X deyil, yanlışdır. Cingiltili samit kimi tələffüz edilir. Yenə də 2-yə yazıb ki, birinci sözdə cingiltili samit kimi tələffüz edilir. Bəli, doğrudur. Birinci sözümüzdə 2 doğrudur. Daha sonra yazıb ki, 3-də yazıb ki, yazıldığı kimi tələffüz edilir hər ikisi. Baxırıq ki, Q ilə X yazıldığı kimi tələffüz edilməyib. K səsi kimi tələffüz edilir. Qaralmaq demiri yanlışdır. Tələffüz zamanı karlaşır. Bəli, Q X-ya keçir, yəni karlaşır. Deməli, cavab variantımız 2, 5, o da olacaq B variantı. 5-ci sualımızın izahına baxırıq. Cədvəldə deyir, uyğunluğu müəyyən edin. Quruluşca sadə sözdür. Biz burada baxırıq, əzimkar sözünün quruluşca tələffüzünə quruluşca görək, sadədir yoxsa düzəltmə. Əzimkar quruluşca düzəltmədir birinci sözümüz, amma bizə sadə sözdür deyir. Daha sonra ikinci dağıntı sözünə baxırıq. Dağıntı sözünün kök və şəkilçiyə ayırarkən bütöv şəkildə dağ yox, elə dağıntı kimi götürməliyik. Üçüncüdə isə deyir ki, müəllimlik sözünün kök və şəkilçiyə ayır. Müəllimlik. Burada da leksik şəkilçimiz lik olacaq. Müəllim sözündən götürülüb. Deməli, 2 bizim quruluşca sadə olan sözümüzdür. 2-ni götürürük. Quruluşca düzəltmə sözdür. 4-dən 5-ə baxırıq. 4-cüyə baxaq. Şərqşünas sözündə şərq şünas. Görürük ki, şünas burada leksik şəkilçidir. Doğrudur. Deməli, 2, 4 bizim doğru cavabımızdır. Çəklik otu sözündə isə 5-ci sözdür.
Çəkiliş otu sözündə gördüyümüz kimi 2 dənə sözdən ibarətdir. Ona görə də 5-i götürmürük. Götürürük. Cavabımız olacaq 2, 4. O da olacaq C variantı. 5-ci sualın cavabı C variantı. 6-cı sualımıza baxırıq. 6-cı sualda şənbə sözünün açılışını yazırıq. Yəni yazılış şəkli şənbədir. Kömbə sözünün yazılış şəkli isə elə kömbənin özüdür. Kömbə kimi yazırıq. Deyir ki, hər iki sözün yazılış formasında ortaq hərfləri müəyyən edin. Hər ikisində Ə hərfi və B hərfi var. Ə və B hərfi isə E variantında verilmişdir. Cavabımız olacaq E variantı. 7-ci suala baxırıq. 7-ci sualımızda deyir, hansı nümunənin tərkibində antonim cütlük işlənmişdir? Antonim cütlük, yəni bir-birinin əksi olan söz. Burada isə günəş və ay sözlərini götürürük. Cavabımız olur 7-də A variantı. 8-ci sualda isə birinin tərkibində samitlərin sayı saitlərin sayından çoxdur. Bir baxırıq. Müayinə sözünə baxaq. A variantında yazıb müayinə. Müayinə sözündə neçə sait var? 1, 2, 3, 4 sait. 1, 2, 3 samitimiz var. Deməli, burada samitlərin sayı azdır. Ailə sözünün yazılış, tələffüz şəkli belədir. Ailə. Tələffüz şəklinə baxırıq. Burada 3 dənə sait olduğu üçün götürmürük. Bizə samitlərin sayı lazımdır. Telefon sözü olduğu kimi qalır. T, L, F, N 4 dənə samit var. 3 dənə sait var. Bizə nə lazımdır? Deyir ki, samitlərin sayı saitlərin sayından çox olsun. Cavabımız olur C variantı 7-də. Daha doğrusu 8-də. 8-də olur C variantı. 9-cu sualımıza baxırıq. 9-cu sualımıza keçirik. 9-cu sualda deyir ki, saitlə başlanan şəkilçi artırıldıqda son samiti cingiltili tələffüz olunan sözləri müəyyən edin. Şəfəq sözünə sait artırsaq olacaq şəfəqi, kürk sözünə sait artırsaq kürkü. Burada deməli cingiltiliyə keçmir. Dolab sözünə sait artırsaq olacaq dolabı. Baxırıq 9-cu sözdən, sualda dolab sözünün sait artırarkən dolabı deyirik. Qoruq sözündə isə sait artırarkən qoruğu deyirik. Deməli, hər ikisində B, G cingiltili olduğu üçün 9-cu sualın cavabını götürürük. D variantı. Daha sonra 10-cu suala baxırıq. Deyir ki, şeir parçasının tərkibində fərqləndirilmiş hansı söz yanlış yazılmışdır? Burada yanlış yazılan söz gündən sözü. Gündən sözü burada gündən kimi yazılmışdır. Deməli, yanlış yazılıb. 10-cu sualımızın cavabı olacaq. 10-cu sualın cavabı olur gündən. Birinci, yəni Y variantı 1. Gündən. Gündən yazılmalıdır. Belə bu cür. Daha sonra 11-ci suala keçid edirik. 11-ci sualımızın cavabına baxaq. 11-ci sual belədir. Kostyum sözündə ilk sait səsə aid xüsusiyyəti müəyyən edin. Kostyum sözünün tələffüzü belədir. Kostyum kimi tələffüz edilir. Bizim A saitinin haqqında verilmiş fikirlərə baxaq. Dodaqlanan saitdir, yanlışdır. U saitinin aid olduğu bütün kateqoriyalara mövcuddur. U saitinin aid olduğu xeyr, dodaqlanmır. Açıqdır, bəli, dodaqlanandır, yenə yanlışdır. Alma sözünün səs tərkibində mövcud deyil. Alma sözünün səs tərkibində mövcud deyil. Xeyr, mövcuddur. A sözü saitidir. Qayıq sözünün səs tərkibində var. Bəli, A qayıq sözündə A saiti olduğu üçün cavabımız olur E variantı 11. 12-ci sualımıza baxırıq. 12-ci sualda deyir ki, hansında sifət keyfiyyət bildirir? Keyfiyyət, yəni onun daxili xüsusiyyətləridir. Bəslədiyi kök quzulardan birini kəsdi. Kök quzu bildiyimiz kimi görünüşdür. Ətirli bir çiçək, ətirli çiçəyin ətri kənardan görsənmir. Biz onu özümüz neyinirik? Kənardan iyləyib tapırıq. Deməli, 12-də cavabımız olacaq B variantı. Ətirli sözü keyfiyyəti bildirir. 13-cü sualımızla davam edirik. 13-cü sualda deyir ki, hansı birləşmənin ikinci tərəfində qrammatik şəkilçilər işlənmişdir? Qurudulmuş bitkilərdə larlər ikinci tərəfdə bir dənə qrammatik. Bizdə isə sualda deyir ki, şəkilçilər, yəni 2 dənəsini istəyir.
Biz burada Gülgəzin kitabları fikrini götürəcəyik. Gülgəzin kitabları. Kitabları sözündə kitablar və iki dənə qrammatik şəkilçi olduğu üçün cavabımız olacaq D variantı. 14-cü sualda isə hansı sözün tərkibində qarşılığı olmayan samit işlənmişdir? Qarşılığı olmayan samit hafizə sözünü götürürük 14-cü sualda. Hafizə H samitini götürürük. Burada olacaq cavab C variantı. 15-ci sualımızın cavabı sən bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq istəyirdin. Abdullah Şaiqin fikridir. Burada deyir ki, nümunədən tərkibində işlənmiş əvəzliklərin hamısına aid fikri müəyyən edin. Deməli, əvəzliklərimiz burada sən, bu əvəzlikləridir. Deyir, əvəzliklərin hamısına aid. Sifəti əvəz edir. Deməli, bu coşqun dəniz, bəli, əvəz edib. Amma sən sözü sifəti əvəz etməyib, ismi əvəz edir, bu əvəzliyi əvəz etməyib, şəxs əvəzliyidir, bu işarə əvəzliyidir. Quruluşca sadədir, doğrudur, quruluşca sadədir, cavab olur C variantı. 16-cı sualımız mətn üzrə, cücələrin mətni üzrədir. Bunu belə özünüz skrin eləyib oxuya bilərsiniz. İndi isə keçirik suallarına. Deyir ki, mətndə bu suala cavab var. Deməli, məşhur mahnı dünyanın hansı dillərində səsləndirilmişdir? Mətnin içinə baxsaq, məşhur mahnı türk, rus, ingilis, alman, yapon və s. dillərində tərcümə edilən mahnı bugün də dünyanı gəzməkdə davam edir. Deməli, mətndə bu suala cavab var, biri götürürük. Daha sonra 16-cı sualda biri götürürük. Deyir ki, cücələrin mahnısının bəstəkarı kimdir? Mətndə bu verilməmişdir. İndi isə bu tərəfdən isə cavab yoxdur. Cücələrin mahnısı neçənci ildə bəstələnmişdir? Bunun mətndə yəni bu sualın cavabı yoxdur. Ona görə də 3-cü sualı götürürük. 1-3. Daha sonra Charlie Chaplin kimdir? Mətndə yazılmışdır ki, şöhrətli rejissor və aktyor Charlie Chaplin. Deməli, onun cavabı var. Bizə isə cavabı yoxdur lazımdır. Cavab olur 1-3 A variantı. 16-cı sualda cavabımız olacaq A variantı. Mətndə tünd qara hərflə verilmiş sözün qarşılığı hansıdır? Tünd qara hərf sərhədlərdir. Sərhədlər sözünün isə qarşılığını götürəcək hüdud. 17-ci sualın cavabı olacaq E variantı. 18-ci sualla davam edirik. 18-ci sualda deyir ki, mətnə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Nəticə yazıb ki, Charlie Chaplini izləyən tamaşaçılar heyrətlənirlər. Mətndə baxırıq. Tamaşaçılar nə üçün heyrətlənirlər? Deyir ki, Fransada olan dünya şöhrətli 18-ci sualımızda deyir ki, deməli, bu mahnı ifa edir. Charlie Chaplin orada mahnı ifa edir və onu dinləyən qonaqların təəccübünü görür. Deməli, Chaplin cücələrin mahnısını ifa edir. Onu izləyən tamaşaçılar heyrətlənirlər. 18-ci sualda 5 olan variant Y variantıdır. 18-də E-ni götürürük. 19-cu sualda deyir ki, mətndə bu işarənin yerinə nə yazıla bilər? Dünyanı davam edir. Baxaq. Dünyanı gəzməkdə davam edir, dolaşmaqda davam edir. Mahnı gəzməkdə və dolaşmaqda davam edir. 2 ilə 3 uyğun gəldiyi üçün 19-cu sualda cavabımız olur 2-3, cavab C variantı. 20-ci sualın izahı isə belədir. Mətndə üzərində rəqəm qoyulmuş ifadələrdən biri məcazi mənada işlənmişdir. Deməli, burada yazır ki, cücələrimi oxuyur, oxumaq məcazi mənada deyil. İkincidə yazır ki, sərhədlərini aşaraq dünyaca məşhurlaşır. Deməli, dünyada məşhurlaşa bilər. Bu da məcazi deyil. Onu dinləyən qonaqlar, bəli, dinləmək məcazi mənada deyil. Sənətkar tərəfindən ifa edilmək məcazi deyil. Deməli, burada götürür, deyir ki, melodiyanın vətənindəsiniz. Melodiyanın vətəni olmadığı üçün cavabımız olacaq 4. 20-ci sualda cavab 4. Melodiyanın vətəni. Deməli, 20-də cavabımız E variantı. Melodiyanın vətəni sözündəki vətən birləşməsidir. Bu qədər.